Ölkə və dünya gündəminin əsas siyasi hadisələrinin müzakirə olunduğu nə baş verir? Efirdədir. Dünya yeni təhlükəli döngəyə girir. Bu dəfə yaxın şərqdəki raket atışması sadəcə atəş deyil, gücünü təsdiq də deyil. Bu, bölgə nizamını dəyişə biləcək, dünya nizamını dəyişə biləcək bir ssenarinin başlanğıcıdır. Sadəcə hərbi yox, psixoloji savaş da gedir. Hazırda İranın coğrafiyası təkcə hədəf deyil, həm də yeni geosiyasi xəritənin konturu kimi də qiymətləndirilir. Qlobal güclər nizam qurmağa çalışır. Bəs bu oyunda kim fiqurdur, kim oyunçudur? Baş verənlərin fonunda Trump hansı düyməyə sıxmaq üzrədir? Veriliş boyu analiz edəcəyik. Mən Jale Həsənli, yaxın bir saat ərzində informasiya bələdçiniz olacağım. İndi Çindən danışacağıq. Çin İrana hərbi təchizat şəklində yardım göndərir. Telegraf nəşrinin verdiyi məlumata görə hərbi əməliyyatlar başlayandan bəri Çindən 3 Boeing 747 yük təyyarəsi İrana uçub. Bu təyyarələr hökumət müqavilələri əsasında tez-tez silah və hərbi təyinatlı avadanlıqların daşınması üçün istifadə edilir. Paralel olaraq Çin lideri Xi Jinping Qazaxstanda keçirilən Çin-Orta Asiya sammitində çıxışında İsrailin İrana qarşı hərbi əməliyyatların nəticəsində yaxın şərqdə gərginliyin qəfil artımından narahat olduğunu dilə gətirib. Bunun fonunda maraqlıdır. Pekinin İrana dəstək verməsində nə kimi maraq var? İsrail-İran savaşından kənardan müdaxilə olarsa, Çin də proseslərə daxil ola bilərmi? Münaqişə ilə bağlı Pekinin planı nədir? Araşdırmışıq. Ən azı 3 ədəd Boeing 747 yük təyyarəsi aldadıcı marşrutla Çindən İrana göndərilib. Telegraf nəşrinin iddiasına əsasən İsrailin İrana zərbə endirməyə başladığı tarixdən bir gün sonra ilk yük təyyarəsi havaya qalxıb. İkinci təyyarə 15 iyunda, digəri isə növbəti gün Şanxaydan yola düşüb. Təyyarələr Tehranın Tel-Əvivlə müharibəsində ehtiyac duyduğu silahların daşınması üçün istifadə oluna bilər. Üstəlik münaqişələr başlamazdan əvvəl Çinin İrana İsrail əməliyyatları barədə xəbərdarlıq etdiyi də ortaya çıxıb. Türkiyə mediasının verdiyi məlumata görə Çinli rəsmilər İran tərəfinə 2 vacib məlumat verib. İsrailin yaxın günlərdə hücum təşkil edəcəyi və İranın rabitə sisteminə sızaraq kritik şəxslərin hərəkətlərini izlədiyini. Paralel olaraq Çin lideri Xi Jinping Pekinin yaxın şərqdə gərginliyin qəfil artımından narahat olduğunu da bildirib. Çinin İrana dəstəyi və regionla bağlı narahatlığının bir sıra səbəbləri var. İlk olaraq Tehran Pekinin əsas neft və qaz ixracatçısıdır. ABŞ-nin sanksiya və təzyiqlərinə baxmayaraq, Çin həm ucuz qiymətə neft-qaz əldə edir, həm də bu əməkdaşlıq çərçivəsində dünyadan təcrid olunan İrana məhsul satır. Çinin sanayisinin büyümesiyle doğru orantılı olarak enerjiye olan bağımlılığı her geçen gün artmaktadır. Özellikle Rusya, Suudi Arabistan, Irak, İran, Umman ve Malezya başta olmak üzere dünyanın farklı ülkelerinden petrol ve doğal gaz tedarik eden Çin, İran ile İsrail arasında yaşanan çatışmaları da yakinen takip etmektedir. İran ile Çin arasında geçtiğimiz yıllara dayalı stratejik ortaklık, askeri ve enerji işbirliği ile ilgili farklı birçok anlaşmalarının olduğu da bilinmektedir. Bundan əlavə Çinin ötən əsrdən bəri aramla həyata keçirdiyi Böyük İpək Yolu layihəsinin marşrut xətlərindən biri də məhz İrandan və ya nəzarətində olan bölgədən keçir. Hətta Pekin və Tehran arasında yeni dəhliz və hava limanlarının açılması üçün razılaşmalar da var. Bütün bunların fonunda Çinin ən böyük rəqibi hesab edilən Birləşmiş Ştatlar indi İsrailin əli ilə İranı sıradan çıxarmağa çalışır. Təbii ki, bunun fərqində olan Pekin böyük planının ləğv olunmaması və Vaşinqtonla rəqabətini davam etdirmək üçün Tel-Əvivə qarşı Tehranı dəstəkləyir. İsrail-İran münaqişəsi böyük qlobal müharibənin başlanğıcıdır. Çünki burada ABŞ-ın icazəsi, razılıq olmasa İsrail buna başlamazdı. Və İrana da bildiyimiz kimi Çin kömək edir. Çinin İranda böyük maraqları var. İranın ətrafında olan sulardan, körfəzdən Çin istifadə edir. Çinin əsas ixrac yollarından məhz İrandan keçir. Və İranın yanacağının böyük hissəsi Çinə gedir. Bu nöqtə nəzərdən Çin İrana dəstək olacaq.
Digər bir məqam isə İran-Çin-Rusiya üçlü ittifaqıdır. Hər üç ölkə xarici müdaxilələrə qarşı mübarizə, silah ticarəti və iqtisadi sahələrdə əməkdaşlığa sahibdir. Hətta Pekinin Tehrandan əvvəl Şərqi Avropadakı münaqişədə Moskvaya da yardım etdiyi bilinən həqiqətdir. Odur ki, Çin İrana dəstək verməklə Qərbin üçlü ittifaqı zəiflətməsi cəhdlərinin qarşısını alır. Həmçinin Pekin Tehrana böyük hərbi və maliyyə dəstəyi verməklə Vyetnam ssenarisini təkrarlaya bilər. Hətta Tel-Əvivin təzyiqlərinə baxmayaraq, Ağ Evdə Tehrana qarşı hərbi əməliyyatlara başlamamasının və Vaşinqtonun regiona birbaşa müdaxilə ilə bağlı qərarın qəbul edilməməsinin əsas səbəbi də məhz bu ola bilər. Çin açısından İran oldukça önemli. Birincisi enerji kaynakları, ikincisi ise İran'ın batıya karşı direnci ne kadar artarsa ve bu direnç karşılığında da özellikle Amerika, İsrail ile birlikte Çin'e karşı büyük bir askeri harekata kalkışırsa İran'daki kargaşanın veyahut da İran'daki bataklıkta Amerika'nın aynen Vietnam örneğinde olduğu gibi ne kadar oyalanırsa bu Amerika'nın Çin stratejisinin ötelenmesi anlamına gelir ki bu zaman zarfında da Çin hem başka enerji kaynaklarına yönelir hem de Amerika'yı İran'da oyalayarak Amerika-Çin rekabetinde Çin bir adım öne geçer. Göründüyü kimi böyük iqtisadi və geosiyasi təzyiqlərə baxmayaraq Çin müttəfiqləri İran və Rusiyaya böyük dəstək verir. Çünki Pekin yaxşı başa düşür ki, əgər Moskva və Tehran məğlub olarsa, sıradakı hədəf məhz özü olacaq.